Mən Buyurun. siqaret verə bilərsən? Əlbəttə. Buyurun. 10 manatdır qiymət. Neçə? 10 manat. Xanım, bu 4 manatı İranda satılsın, mən 10 manata satışdırırsınız ki. Ay, başa keçsin Allah haqqı. Alıcı satıcı işindən gücündən xəbərimiz yoxdur. Qoyublar aksiz vergisini dağılın başına. Və mən neyini, mənə gəlir qalmasa, mən də məcburam qiymətə satıram. Sigaret alırdın sen. Allah'ım, mən ixtiyar vardı, 10 manata satışdırırdılar. Burada 5 manat sigarette var. Təpəzi eyni keyfiyyətdə. Ne bu yoluna bütçəli üstün olursun? Olsun, 5 manat. İrandan getirmişəm. Ne rüsumsuz, ne güvənsiz olmaq konseyipti. Al birini götür. Baş təhqiqatdan Abbasov. Zəhmət hansı bilməsən, gəmimizdən danışaq. Burada aksisiz sigaretlər deyil. Sigaretlər içərsiniz. Bunun niyə aksisi yoxdur? Hanım görməmsiniz ki. Görürəm də yoxdur da. Bunun niyə aksisi yoxdur? Əzim almışam, veriblər. Ona görə siz rüsum ödəməlisiniz. Yəqin xəbəriniz var. Var. Ona görə bizə gəlməlisiniz. Zəhmət olmasın bunlar da müsaade edəcək sizlə. Gəliniz. Beləliklə gördüyünüz kimi alıcı olan Leyla öz gəlini düşünməyə çalışdı, amma qanunu pozduğunun fərqində olmadı. Satıcı olan Nigar sadəcə öz büdcəsini düşünmək, öz gəlini düşünmək üçün addımlar atmaq istədi, amma lakin yenidən də öz gəlini və öz satıcısını itirdi. Qasarmanlısı olan Vüsal isə burada təbii ki yenə də öz mənfəətini düşündü. Qasarmanlısı olan Vüsal yenə də öz mənfəətini düşündü, amma qanunu pozduğundan və ona istədilən hansı bir əməkdaş olduğundan xəbər yox idi və işin başına gələcək oyundan da bir xəbər idi. Son olaraq da videomun əməkdaşı olan Nihat da bizə hər şeyin qanun çərçivəsində daha uyğun olması gərəkdiyini bizə göstərmiş oldu. Və bundan sonra artıq biz işimizin təqdimat hissəsinə keçdik. Rola bilirsiniz. Sağ olun. Bugünkü mövzumuz cömrü işi, istehlakçı davranışı və qaçırmalçılıq haqqındadır. Bildiyimiz kimi iqtisadiyyatda görünməyən hər alış-veriş iqtisadiyyatın görünən bir üzrə təsirdir və onun nəticələrini yaradır. Əvvəlcə burada giriş hissəsindən başlamaq istəyirəm ki, birinci bizim giriş problemimizdən danışmaq istəyirəm. Yüksək aksizli malların bildiyimiz kimi ölkəmizdə alışı və satışı ilə bağlı ciddi problemlərimizlə işləyir. Bunun məqsədlərindən biri də ilk öncədəki təbii ki, qiymət çox olması, vergilərin həddindən artıq yüksək olması və birlikdə alıcıların alıcı boyunda aşağı düşməsidir. Təbii ki, bu da özündə qaçırmalçılıq təşvik və qaçırmalçılığa qarşı təşviq edici və effekt yaradır. Bunu da təbii ki, ölkəmizin yerləşən Azərbaycan coğrafiyadakı özlər üçün müəyyən məsələlər üçün xüsusi aktuallıqlar vardır. Əsas problem nədir? Qiymət fərqi səbəbindən yaranan qeyri-qanuni bazarlardır. Başqa səbəblər nədir? Qonşu ölkələrdə məhsul daha ucuz qiymətə satılması, sənəd keçirliyi, intensivliyin müəyyən səviyyədə yüksək olması, həmçinin qeyri-rəsmi satışların və qeyri-rəsmi iqtisadi payında müəyyən bir sahə çıxmasıdır. Məqsədimiz isə burada qaçırmalçılığın sırf iqtisadi tərəflərindən, onun həmçinin faydası, həmçinin mənfi cəhətlərini araşdırıb sizə təqdim etməkdir. İndi sizə digər bir slayddə isə büdcə məbləğini danışacağıq. Müərizə giriş etməmişdən əvvəl birinci fundamental hissələri etmək lazımdır. Demək, istehlakçının ala biləcəyi adi emallar var və istehlakçının gəliri isə idi və malların qiymətləri isə PA və PB-dir və bunlar sabitdir. Bunun nəticəsində bizim büdcə məhdudiyyəti tanıyılır. PA vurulsun A, üstə gəlsin PB vurulsun B, kiçik bərabərdir I. Bu təyin qrafik təsviri isə büdcə xəttidir. Bir büdcə xətti istehlakçının gəliri ilə bazardakı malların qiymətləri ilə birlikdə ala biləcəyi mal kombinasiyalarını təşkil edir. Xəttin buradakı meyli isə nisbi qiymətlərin, yəni PA bölünsün PB-nin əldə etdiyi nəticələrdir. Sonra büdcə xəttinin rotasiyası nədir? Büdcə xəttinin demək, daha doğrusu məhdudiyyəti iki cür olur. Birincisi paralel, ikincisi rotasiya. Paralel gəlirə görə dəyişməkdir, rotasiya isə hər hansı bir malın qiymətinin dəyişməsidir. Demək, bizim gəlirimiz və mallardan biri sabit qaldıqda, yəni I və PA məsələn tutaq ki, sabit qalır. Digər mal isə məsələn PB-nin qiyməti dəyişir. Bu şəkildə elə bir bizim oxumuz həmin sabit olan üzərində dayanır, yəni lazım olduğu şəkildə. Ancaq dəyişən üzərində isə, yəni bu dəyişən maldır, qiyməti dəyişəndir. Ya sağa doğru, ya da sola doğru hərəkət edir. Demək, qiymət azaldıqda nə olur? Məsələn, tutaq ki, bu bizim gəlirimiz dəyişmir. Bu da satılan maldır ki, qiyməti də yəni sabit qalır. Bu mala qarşı bizim yerinə yetirəcəyimiz münasibət sabit olaraq qalacaq. Amma malın qiyməti aşağı doğru düşdükdə həmin B malının qiymətimiz artacaq və bizim bir alıcılıq qabiliyyətimiz yüksələcək və bu sağa doğru getməyə başlayacaq. Və bunun sayəsində biz elə bir büdcəmizdə qalan əlavə pul vasitəsindən daha çox məhsul ala biləcəyik. Amma tutaq ki... Gəlirimiz artanda. Bəli.
Aha. Amma tutaq ki, məhsulumuzun, B məhsulumuzun qiyməti artıq artmağa başlayır, amma gəlirimizdə heç bir artım yoxdur. Digər malların qiyməti sabit qalır. Artıq bu şəkildə elə bir bu gördüyümüz dəyişən ox sola doğru meyl etməyə başlayır və bizim alıcı qabiliyyətimiz daralır. İndi isə bizə verilən Bax, tələb əyrisidir də, bildiyiniz tələb əyrisidir. Sağa genişlənməyi var, bir də sola genişlənməyi var. Bəli. Daralma. Sonra bunun elə bir bizdə qaçaqmalçılıqla bağlı elə bir situasiya vermişdilər, siqaretlə bağlı. Biri aksis vergili siqaret idi, dövlət tərəfindən satılan, biri isə qaçaqmalçılıqla gətirilən. Aksis vergisindən satılan siqaret müəyyən dərəcədə bahadır və hər kəsimən əhali onu qarşılaya bilmir. Ancaq qaçaqmalçılıqla gətirilən siqaretin qiyməti isə digərinə nisbətən daha aşağı olur və bunun nəticəsində büdcə gəliri az olan və yaxud da qiymətə elastikliyi həssas olan insanlar onu almağa daha çox meyl edirlər və bunun nəticəsində də bu gördüyümüz tələb əyrisi var ki, B-dir. Yəni bu qaçaq bazar üzrə olan ucuz maldır. Bunu bizim alma ehtimalımız artırdı. Bu daha çox sağa doğru meyl edir və bizim alıcı qabiliyyətimiz yüksəlir. Qaçaqmalçılıq yüksəlir. Və bununla belə bir istehlakçı legal bazardan qeyri-legal bazara doğru hərəkət etməyə başlayır. Çünki burada B malının qiyməti düşüb, ona daha çox sərf edir. Bu qədər. Əla, təşəkkür edirəm. İndi isə növbəti slaydda fayda maksimizasiyası və Slutsky və Hicks effektlərindən danışacağıq. Mən bu slayda Slutsky və Hicks effektlərindən danışacağam. Yəni bu effektlərin bazardakı qaçaqmalçılıq bazarındakı istehlakçıların davranışına necə təsir etdiyi barədə danışacağam. Bildiyimiz kimi mən aksis vergisi yüksək olduğu məhsulları, məsələn siqaret, alkoqol kimi olan məhsullarda onun qiyməti getdikcə qalxır və qalxanda da istehlakçılar normal olaraq ucuz bir alternativə yanaşırlar. Bu alternativ də çox zaman qaçaq bir məhsul olur. Mikroiqtisadi nəzəriyyədə isə bu davranış dəyişikliyini iki effektlə izah olunur. Əvəz etmə effekti və gəlir effekti. Slutsky'nin yanaşmasına görə əslən insanlar qiymət dəyişiklikdə insanların gəlirləri sabit qalır. Yəni bahalaşan qanuni bir məhsulu almaq yerinə ucuz qeyri-qanuni bir məhsulu alırlar. Bu əvəz etmə effekti. Bunu əvəz etmə effekti, bəli. Amma həmçinin də insanlar bunu alarkən onların alıcılıq qabiliyyəti də çoxalır. Məsələn, onlar 400 manata qanuni yolla 50 dənə siqaret alacaqlarsa eyni marka, 400 manata 100 dənə siqaret alırlar qeyri-qanuni yolla. Bu isə gəlir effektidir. Yəni Slutsky'yə görə bu dəyişmənin əsas səbəbi əldə etmə effektinə, gəlir effektinin birləşməsidir. Hicks'in fərziyyəsinə görə isə istehlakçılar öz mənfəətlərini dəyişdirmək istəmirlər. Yəni aldığı qanuni məhsulların əlbəttə ki qiyməti qalxır və onlar normal olaraq onu ucuz qanuni bir başqa məhsula dəyişdirməlidirlər. Amma onu dəyişdirirlərsə onların mənfəəti, yəni yəni nə deyəsən, məmnunluq səviyyəsi aşağı düşəcək və ona görə də onların tək çarəsi qeyri-qanuni olan eyni məhsulu daha ucuz almaqdır. Ona görə də insanlar bu faydanı dəyişdirməmək üçün qeyri-qanuni yolla qaçaqmalçılıqla bu məhsulları alırlar. Nəticə itibarilə insanlar, yəni bu fərziyyə nəyə öyrədir? Akses vergisi insanları daha çox qaçaqmalçılığa yönəldirir və qaçaq bazar olan tələbat çoxalır. Qanuni bazarda isə məhsullara tələb getdikcə azalır və bu da dövlətin ciddi bir problem yaradır. Tamam, təşəkkür edirəm. Dövlət olaraq tələbin qiymət elastikliyi sirətə danışımından danışacağıq. Bizə bir sual danışacaq. Bir sual verirəm. Burada qiymətin əsaslığı qaçmasa meylinin əsas elə bir determinantı mənim. Bu da nə demək istəyir? Yəni qiymət əgər bahalaşdıqca, məsələn vergi rüsumları çox olduqca insanlar daha çox qaçaqmalçılığa üz tutur. Bunun səbəblərinin əsası odur ki, çünki insan qaçaqmalçılıqdan bunun daha aşağı, daha qiyməti az bir versiyasını tapır və bu alış-veriş üçün daha münasib gəlir. Bunlar isə insanların istehlakçının davranışlarını dəyişdirir, daha az xərclə. Vüsal, bizə bax bu nəyə öyrədir? Yəni biz bu dərsimizdə mövzudan bizim öyrənmək istədiyimiz nədir? Burada öyrənmək istədiyimiz odur ki, bax, dövlət rüsumu artırır, düzdür. Rüsumu artıranda qiymətlər bahalaşır. Belə olanda insanlar onu almır, başlayır onun alternativlərinə qaçmağa, düzdür. Keyfiyyətsiz məhsullar axtarırlar, daha əlçatan məhsullar axtarırlar və beləliklə bir tərəfdən
dövlət onu artırmalıdır ki, dövlətin gəlirləri artsın. Düzdür, dövlətin xərcləri də baxır, qarşılamalıdır. Bir tərəfdən də görürsüz hansı effektlər çıxır ortalığa. Misal nəsə demək istəyirsən? Bu bir verginizin özü əslində qara bazarın ölkə arasında formalaşması. Ay, sağ ol. Bundan bağlı Gördüyü tədbirlərdir, bəli. Yəni elə bir ortaq mövqe tapılmalıdır ki, nə həddindən artıq qiymətlər bahalaşmamalıdır, düzdür? İnsanlar üçün əlçatan olmalıdır. Eyni zamanda bahalaşan qiymətlər insanları ikinci bazara, alternativ bazarlara necə deyirlər? Yəni cəmiyyət üçün lazım olmayan bazarlara yönləndirməməlidir. Bunu bilmək lazım. Bu bizim dərsimizin bugünkü canı bundan ibarət əslində. Davam elə. Sonra burada aşağı gələn qruplar var, yüksək gələn qruplar var. Yüksək elastiklidir. Qiymət artımı bu qrupun birbaşa qaçaqmalçı bazara yönləndirir. Çünki bunların gəliri azdır və onlar birbaşa o məhsuldan məhrum olurlar. Bunun üçün Ümumiyyətlə biz elastiklik, yüksək elastiklik demişdik nədir? yüksək elastiklik demək nədir? Bir məhsulun həssaslaşdırır da məhsulun zərrə qədər də bir qəpik belə qiyməti artanda ona olan tələb nə olur? Azalır. Başqa bir məhsula gedir yönlənir. Görürsünüz? Yüksək gəlirli qruplar isə bu qeyri-elastik tərəfdir. Yəni keyfiyyət və qalma sayı daha yüksəkdir. Burada keyfiyyət onlara üçün əsas keyfiyyət, yəni malın qiyməti çox da fərq eləmir. Bir də koqnitiv dissosiyansdır. Bu da istehlakçı malı aldıqdan sonra keçirdiyi hisslərdir. Mən daha alternativ, daha şübhə yaranır. Narahatlıq, mən daha yaxşısını ala bilərdimmi, bunu daha ucuzunu ala bilərdimmi və daha keyfiyyətlisini ala bilərdim. Bu qədər. Sonra bunun üçün də əsas şirkətlər bunun qarşısını almaqdan ötürü 14 gün sonra qaytarmaq kimi və yaxud sığorta kimi digər yollar Bəli. Başqa? Başda? Bu slaytda Geri Beker'in cinayət və cəza modelindən danışacağam. Geri Beker diğer klasik israfçılardan fərqlənirdi. Çünki diğer klasik israfçılar düşünürdü ki, qaçaqmalçılar və cinayətkarlar müəyyən bir emosional və psixoloji fikrə görə bu işə atırlar. Amma Geri Beker'ə görə həmin cinayətkar və qaçaqmalçı tamamilə bir rasional fərq kimi düşünürdü. Yəni onlar qeyri-qanuni yola başlamazdan əvvəl üç əsas fikrə odaqlanırdı. Yəni nə qazanacağını düşünürdü, hansı risklərlə üzləşəcəyini düşünürdü. Əgər tutulsa nə itirə bilərdi? Bu üç suala cavab tapırdı. Əslən Geri Beker modeli bir sadə düsturla izah edəcəm. Burada mənim gözlənilən faydadır. Gözlənilən fayda nəyə bərabərdir? Tutulmama ehtimalının qazancı olan hasili, tutulmama ehtimalının qazancı olan hasili çıxılsın, tutulma ehtimalının cərməyə olan fərqinə bərabərdir. Yəni cərmə ilə fərqinə bərabərdir. Yəni bunu necə izah edə bilərəm? İnsanlar burada əgər bu gözlənilən fayda müsbət olarsa, ona bu qeyri-qanuni yola əl atacaq. Amma əgər mənfi olarsa, əl atmayacaqlar. Çünki onlar bunu təqdirdən ya cərmə olacaqlar, ya da tutulacaqlar. İnsan ona görə o qeyri-qanuni yola əl atır ki, oradan qazancı var. Əgər tutulma ehtimalı onun qazancından yüksək olanda, onda nə edir? O qeyri-qanuni yola demək olar ki, ona görə çox vaxt cəzanı sərtləşdirirlər, cəriməni biraz artırırlar ki, o qeyri-qanuni yolları əslində bu cür əl atmasın. Dövlət buna çox da müdaxilə edir. Özəlliklə tutulma cəzasını daha çox artırır. Çünki dövlət praktiki yolla öyrənir ki, insanlar cərimədənsə tutulma ehtimalı çox olanda bu işə qalxışmırlar, qanuni yola gedirlər. Cərimə olanda yenə də qalxışa bilirlər, amma tutulma ehtimalı çox olanda qalxışmırlar. Yəni məsələn, necə bunun qarşısını alır? Sərhəd nəzarətlərini gücləndirir, gömrük yoxlamalarını artırır, müasir skaner texnologiyalarını artırır və bunun nəticəsində bu əldə olunan faydanı minimuma düşürür ki, həmin fərd qeyri-qanuni yola əl atmasın. Və bu Geri Beker modeli bizə nəyi göstərir? İnsan bu qaçaqmalçılıqda olan bir period sadəcə emosional bir period deyil, həmçinin də iqtisadi bir perioddur və dövlət də bunun qarşısını almaq üçün bir çox tədbirlər görür. Təşəkkür edirəm Zəhra. Təşəkkür edirəm. Digər məsələdə isə optimal vergisi və laf vergisi. Super. Bunu gələcəkdə biz deməli makro iqtisadiyyatda inşallah sentyabr ayından ki keçəcəyik. Mən laf veri sizə izah edəcəm, amma əla. Öyrənmisiniz, izah edin zəhmət olmasa. Mən burada Laffer əyrisindən danışacağım. Laffer əyrisindən Amerikalı iqtisadçı Arthur Laffer Bu əyri necə yaranıb? Maraqlı bir tarix hissəsi var. Bilirsən onu? araşdırma. Hə, yaxşı. Sadəcə bu əyri
gəlinin məqsədini demək istəyirəm. İnsanlar düşünür ki, dövlət yüksək bir vergi qoyanda və gəliri ona nisbətən düz mütənasib olaraq o qədər artır. Amma elə deyil. Hansı iki dəyişən arasındakı asılılıqdır bax? X oxun üzərində vergi dərəcəsi. Vergi dərəcəsi. Y oxu üzərində. İndi burada bir solğun görsən. Dövlət büdcəsinin gəlirləri. Görürsüz bax, gör əyri necə dəyişir. Birinci artır vergi dərəcələri artıranda. Sonra bir yerə gedir bax. Sonra azalır. Sonra azalır. Çünki müəllim, dövlət bunu optimal bir nöqtədə saxlayır. Əgər dövlət vergi aşağı şeyləsə, onda gəlir sıfır olacaq. Amma dövlət vergi lap yuxarı şeyləsə, yenə də sıfıra yaxın olacaq. Ona görə optimallaşdırılır. Niyə? Marjinal gəlirin marjinal xərcə bərabər olduğu əyridir bax. Görürsüz? Həmin nöqtə, həmin əyriyə oxşuyur. Niyə deməli? Çünki insanlar verginin çox olduğunu görəndə qanuni yolla olan malları almaqdan çəkinirlər və qeyri-qanuni yola gedirlər və nəticədə vergi ödəməkdən də çəkinirlər. Ona görə də insanlar bundan uzaqlaşaraq dövlətin büdcəsi də azalır. Ona görə də Laffer əyrisi buna gəlir. Dövlət elə bir vergi məhdudiyyəti qoymalıdır ki, nə çox itirsin, yəni itirməməsi üçün belə məhdudiyyət qoymalıdır. Hay sağ ol. İstəyirsən bunu büdcələrlə saxla, büdcəsinə saxla. Bax, bir şey deyim. Bax, vergi dərəcəsi büdcə gəlirləri arasında asılıdır. Deyir ki, bunun tarixçəsi də maraqlıdır. Deməli, seçki öncəsi dostları ilə söhbət eləyəndə söhbətin əsasında Salfet qanun üzərində çəkdiyi qrafikdir. Sonradan bu Laffer əyrisi kimi iqtisadi ədəbiyyatlara düşübdür. Deməli, deyir ki, vergi dərəcəsini sıfır eləsən nə olar? Vergi dərəcəsi sıfır olsa dövlətin büdcəsinin gəlirləri olar? Yox. Deməli, büdcə gəlirləri də sıfır olar. Bəs vergi dərəcəsini 100% eləsən nə olar? Yenə büdcə gəlirləri sıfır olar. Çünki insanlar gəlirlərinin hamısını versə, beləliklə uzun müddətli dövrdə büdcənin gəliri yenə sıfıra bərabər olur. Heç kim işləmək istəməz, düzdürmü? Ona görə deyir ki, vergi dərəcəsini 20% eləyəndə büdcə gəlirləri tutaq ki, məsələn 10 manat olur. Vergi dərəcəsini 40% eləyəndə büdcə gəlirləri tutaq ki, 50 manat olur. Vergi dərəcəsi məsələn 50% eləyəndə, indi burada bilmirəm hansı nöqtədir, tutaq ki 50%, 45% eləyəndə büdcə gəlirləri maksimum olur. Vergi dərəcəsini baxın, məsələn 60 eləyəndə büdcə gəlirləri artıq nə olur? Başlayaq. Bunun da səbəbi nədir? Əsas səbəb odur ki, insanlar vergi dərəcələri artdıqca ya başlayır gizlətməyə, indi siz ondan danışırsınız. Yəni öz gəlirlərini gizlətməyə, dövlətdən gizlətməyə. Ya da ona görə azalır ki, həmin müəssisələr sadəcə müəssisələrini bağlayıb çıxıb gedirlər. Ya başqa yerə gedirlər, başqa ölkəyə gedirlər və beləliklə dövlətin büdcə gəlirləri də nə olur? Azalır. Deməli, optimal bir büdcə gəlirləri, vergi dərəcələri müəyyənləşməlidir. Təşəkkür edirəm. Nə olasın? İndi isə bu risk analizlərində və profillərində danışacağıq. Risk analizləri, risklər insanın belə bir gələcəyə yönəldiyi üçün qeyri-müəyyən və risk etibar edir. Hər bir iş, investisiya olsun, yatırım olsun, hansısa bir iş görürsən, bu fərqlər risklərə qərar vermə meylləri onların risk profillərini müəyyən edir. Əsasən 3 risk profili var. Riskdən qaçanlar, risklə neytrallar və yüksək riski sevənlər. Bu riskdən qaçanlar bunlardır ki, əsas onlar üçün faydalı marjinal gəlirlərdir. Onlar üçün qazandıqları pulun sevincindən çox itirəcəkləri pulun kədəri onları maraqlandırır, bəli. Maraqlandırır. Bu qruplar əsasən sığorta almağa meyilli olurlar. İnvestisiyaları sabit gəlirlə bağlayırlar. Belə bir şeylərlə istifadə edirlər. Onların faydalısı da azalan marjinal faydalı, orada yüksək qazanc, orada sabit qazanc sevirlər. Risklə neytrallar isə bu şəxslərdə risk eləsə heç bir önəmi yoxdur. Bunlar üçün əsas olanlar gələcək pulun miqdarıdır. Bu insanlar baxmırlar ki, burada nə qədər risk var, əsas onlar üçün nədir? Buradan gəlir gəlsin və marjinal qazancı çox olsun, faydalı qazancı çox olsun. Yəni, bunlar üçün hansısa bir kompensasiya söz bunlara lazım deyil ki, bu işdən nə kompensasiya var, nə zərərlər var, bunlara maraqlıdır. Bunlar üçün əsas gəlirlərdir. Bir də yüksək riski sevənlərdir. Bunlar üçün əsas çoxlu gəlir olsun, qeyri-müəyyənlik olsun. Əsasən loteriya, qumar kimi oyunlara meyilli olurlar. Spekulyativ ola bilər burada? Spekulyativ vəziyyətlərə görə, spekulyativ davranışlar. Onlar sevirlər, spekulyativ vəziyyətlər sevirlər. Əsasən artan marjinal faydalılıq onlar üçün önəmlidir. İtirəcəkləri məbləğ bunları yenə də
kəsb eləmirlər. Bunlar üçün daha yüksək gəlir bəsdir əsas olduğundan sonra. Riski sevənlər də bəli. Təşəkkür edirəm, maraqlıdır. Ondan sonra informasiya simetriyası və bazarın Asimetrik informasiya, bəli. İnformasiya asimetriyasından danışdıqda isə mal dövlət elə bil bu üçün əsasən elə bil iki cür var. Bir malın satıcı və alıcı arasında olur. Bazarda bir satıcı və alıcı hər ikisi bir mal haqqında eyni fikrə malik olurlar. Bu üçün keyfiyyət riski var. Bir də ona da mənfi seçimləşmə. Bunu əsasən elə bil necə deməlim? Əgər bir bazarda alıcı şəxs bazarda maşın haqqında heç bir məlumatı yoxdur. Bir var satıcı, bir var alıcı. Maşını satanın maşın haqqında çox məlumatı olar, yoxsa alanın? Satıcının. Görürsüz asimetrik informasiya. Bu zaman bazarda alıcı. Nə bazar deyirik buna? İkinci əl bazarı. Limon bazarı. Layman bazarı. Onun haqqında danışdım. Ay. Burada əsasən nə olur? Ona alıcı alacağı mal haqqında çox yüksək bilgiyə sahib olmur. Bu zaman ona da əsasən qiymətin ucuzluğuna fikir verir. Qiymət ucuzluğuna fikir verdikcə ona da keyfiyyətli malların bu bazarda sıxışdırılır və bazardan çıxır və bazarda risk yaranır. Buna limon effekti deyirlər. George Akerlof. Akerlof tərəfindən ortaya qoyulmuşdur. Ona keyfiyyətsiz mallar bazarda çoxalır. Bu zaman isə elə bir keyfiyyətli mallar satıcıları burada elə bir satmağa maraqlı olmurlar və bazarda tərk edirlər. Bir də mənfi seçimləşmə, bu haqqında danışdıq. Başqa bir də bu bazarların həll mexanizmləri var. Uzun müddətli zəmanət verilir bu keyfiyyətli seçimlərdən uzaq durmaq üçün, sertifikatlaşdırma, brendləşdirmə, müştəri rəyləri və bu alıcı şəxsi, alıcıyı məlumatlandırmaq üçün, məsələn, bu brendin malları daha keyfiyyətli olur və sertifikatı, məsələn, bunu işçi bazarında göstərmək olar. Məsələn, mən şirkət sahibiyəm və özü bir işçi axtarıram. Bu zaman onun sertifikatlarına hansı köhnə keçmişdə işlədiyi iş yerlərinə baxaraq bunun haqqında özünə fikir formalaşdırır. Bu isə bir bazarın həll mexanizmidir. Sonra bir də əsasən elə bir geri güzəşt, ona geri qaytarma kimi yollardan istifadə edir əsasən şirkətlər. 14 günə qaytarma, əgər malın keyfiyyətsiz olduqda geri qaytarılma və belə bu kimi. Ağa deyə orada qrafikdə göstərmişsiniz, bir dənə geri qaytar. Görürsünüz, qiymət artdıqca təklif ərizəsinin sürüşməsinə bax, bir də tələb ərizəsinin yavaş-yavaş dikeyləşməsinə bax. Nəysə, davam elə. Bundan sonra isə qədər transaksiya və axtarış xəstələri var. Transaksiya və axtarış xəstələri. Misal bu. İqtisadiyyatda biz sadəcə hər hansı bir məhsulu istehsal etmirik, onu satmaq, necə deyim, onun haqqında müqavilə bağlamaq üçün bir sıra qeyri-istehsal xərcləri də var. Demək, bir iqtisadi müqavilənin baş tutması üçün və idarə edilməsi, həm də tamamlanması üçün çəkilən bütün qeyri-istehsal xərcləridir. Transaksiya xərclərinin içində növü var, axtarış xərcləridir, nəzarət və ixrac xərcləridir, bir də danışıqlar və müqavilə bağlama şərtləridir. Axtarış xərcləri odur ki, məsələn... Yadınızda saxlayın, bu transaksiya xərcləri sizə həmişə lazım olan xərc anlayışı kimi yəni xatırlayacaqsınız, biləcəksiniz. Həmişə bunu yadınızda saxlayın. Bir axtarış xərclərində məsələn ən yaxşı qiymət axtarırıq, belə ən yaxşı satıcını axtarırıq. Həmçində necə deyim, bunu axtararkən biz ora müəyyən vaxt və elektrik itkisi veririk. Nəzarət və ixrac xərclərində isə məsələn müqavilə bağlanılır. Bu müqavilənin şərtlərinin əməl olunmaması, həmçində burada aldama prosesinin baş verməməsi kimi bir sıra problemlər baş verir. Bir də danışıqlar və müqavilə bağlama şərtləri də var ki, burada qiymət üzərində razılaşmaq, həmçinin də şərtləri təyin etmək üçün bir sıra xərclər çəkilir. Sonra bizə verilən situasiya var idi ki, o qaçaqmalçılıq söhbətində bu transaksiya xərcləri orada böyük rol oynayır. Çünki məsələn tutaq ki, biz gedib marketdən alırıqsa əgər bir siqareti, onu zaten gedirik, alırıq, bizə çeki qaytarırlar və dövlət tərəfindən keyfiyyət zəmanəti verilir. Amma qaçaqmalçılıq şəklində alınanda isə elə bir necə deyim, həmin malın qiymətindən daha çox bizim çəkdiyimiz xərclər qeyri-istehsal xərcləri olur. Onlar da yenə özlüyündə müəyyən hissələrə bölünür. Axtarış xərci nədir? Qaçaqmalçı olduğu üçün qaçaqmalçı malı olduğu üçün biz məcburuq ki, etibarlı bir satıcı tapaq. Həmçində necə deyim, güvənli bir yer tapaq. Bu da özündə bir vaxt etkisi yaradır. Əlavə olaraq asimetrik informasiya keyfiyyət riskləri də var. Çünki məsələn bizə verilən məhsul keyfiyyətli olmaya bilər, vaxtda keçmiş ola bilər. Həm də ki, burada istehlakçı müqavilələri var da, məsələn bizim tərəfimizdə tutmaya bilər, legaldır deyib, kimsə tərəfindən görüb cərimələrə bilər. Ona görə bu bizdə həm maddi, həm də sağlamlıq riskləri yaradır və hüquqi və cəza riski var ki, bu da qanunsuz mal alarkən tutulmaq
almaqdır, cərimələnməkdir, həmçində ictimai tərəfindən qınaq obyektinə çevrilməkdir, psixolojik riskləri özündə barındırır, problemləri özündə barındırır. Bir də elə bir məsələn, əgər bir bazar tutaq ki, transaksiya xərcləri 100 səhvdirsə, bir malın tam iqtisadi qiyməti onun öz qiymətindən əlavə qeyri-istehsal qiymətlərinin cəminə bərabər olur. Burada bir də süni məsələn qiymət artımı olur ki, məsələn qaçaqmalçı o malın malın qiyməti az olsa belə, sən o transaksiya xərcini düşünəndə artıq o mal sənin gözündə əl çatmaz və bahalı bir mal kimi görünməyə başlayır və ondan bir əl çəkməyə başlayır. Eyvallah, məlumat. Həm də büdcə xərcinin sıxılması kimi bir problem də var. Məsələn, yüksək transaksiya xərcləri bizim artıq onu almamıza mane olur və o tələb elastikləri sola doğru gedir. İstehsal qabiliyyətimiz, alıcılıq qabiliyyətimiz daha doğrusu daralır. Ay sağ ol. Tələb əyrisi sola doğru meylənir. Sola aşağı. Təşəkkür edirəm. Eyvallah. Azalması da var ki, o da ucuz olsa da yenə bu xərclərə görə artıq onu bizim alma hissiyatımız azalır və faiz. Super. Ümumiyyətlə tələb və təklifin əyrisinə təsir göstərən amillər nə vaxt sağa sürüşür, nə vaxt sola sürüşür, nə vaxt dikeyləşir, üfüqi şaqil olur. Bunları sadə şeylərdir. Görürsünüz, özünüz də deyirsiniz. Hansı halda sağa, hansı halda sola. Təşəkkür edirəm. Təşəkkür edirəm. Başqa? İndi isə deməli müəllim, biz slaydımızın beyninə qədər sadəcə alıcı və satıcı arasında şərait yazmışdıq. Amma bildiyimiz kimi qaçaqmalçılığın ölçü yaratılışlarında sadəcə bir iki şəxs arasında əlaqə edən deyil, həm də agent prinsipal problemi arasında gedir ki, burada agent kimdir, prinsipal kimdir, buna baxacağıq deməli. Dövlət prinsipal tərəfdir, gömrük məmurçusu agent olan tərəfdir. Bunlar arasında maraqlar toqquşurlar. Bu da günümüzdəki rüşvət anlayışını gətirib ortaya çıxarır ki, bildiyimiz kimi günümüzdə artıq hər hansı bir qaçaqmalçılığın ölçüyə bir mahsulda olursa, bunun yerində hər hansı bir rüşvət təhlükələrdə özünü göstərir ki, bunun əsas səbəbidir dövlət və yəni gömrük məmurunun maraqların toqquşmasına gətirib çıxarır. Dövlət nə istəyir? Dövlət istəyir ki, tamamilə demək qaçaqmalçılığın qarşısını alsın, amma bunun yanında da həmçinin dövlət gəlirini, yəni büdcə vergi gəlirini maksimumda tutsun. Amma prinsipalımız gəliri isə görür ki, artıq həmin bazarda qaçaqmallara artıq yönələn pul çox böyükdür. Artıq bu da onda əlavə qazanc üçün rüşvət həvəsləndirməsi yaradır və rüşvətə əl atmağa çalışır. Bu zamanda artıq gömrük nəzarətində olan vaxtda ölkəyə gələn qaçaqmallara göz yummağa çalışır. Bunun nəticəsində də ölkəyə yeni qaçaqmal daxil olur. Ölkədə artıq olan yeni məhsul vergilərin də vergi yığımına da artıq vergi yığımına təsir etdiyi üçün dövlətin vergi gəliri azalmağa doğru gedir. Bunun üçün mən əsasən burada deməli asimetrik informasiya həmçinin bəyan edilmiş burada böyük rol oynayır. Dövlətin məmuru sənədi real fəaliyyətini tam izləyə bilməməsi. Yəni dövlət götürüb 7-24 bir şəkildə dövlətdəki hər bir məmurun elədiyi işlərini etməyə bilmir deyə məmurun keçirdiyi, icazə edildiyi, göz yumduğu qaçaqmalçılıq mallarını da nəzərə bilmir. Bu təbii ki, qaçaqmalçılıq malları daha çox olması səbəbidir. Bəs bütün bu rüşvət risklərindən falan sonra gömrük orqanlarının mikrofon alətləri nə ola bilər? Hansı bunun üçün çıxış yolları mövcuddur? Buna baxacağıq. Çünki məsələn burada biz nümunə olaraq deyək ki, effektiv əmək haqqı verə bilər ki, dövlət gömrük məmurlarına elə bir əmək haqqı verə bilər ki, artıq məmurlar öz işlərini itirməkdən qorxsunlar və hər hansı bir dövlətə qarşı dövlətə qarşı qaçaqmalçı ilə aranan rüşvətə işbirliyindən qaçsın. Qaçsınlar. Bəli, həmçinin burada firmasiyasına bonuslar ola bilər ki, tutulan bütün sahələrdə belədir ha sonra. Yəni polisdə də belədir, nə bilim fövqəladə də belədir. İllah da ki, gömrük üçün deyilən söz deyil. Bütövlükdə belə olmalıdır və belə də davam edir. Bəli. Yəni məsələn bundan sonra müəyyən bonuslar verə bilər ki, məsələn tutulan hər hansı bir qaçaqmaldan həmin tutan əməkdaşa qarşı müəyyən bonuslar verə bilər ki, bu da həmçinin də artıq agentin maraqlarını dövlətə tərəf yönləndirmiş olacaq. Həmçinin texnologiyadan da istifadə edə bilər ki, günümüzdəki müasir X-ray skanerlərdə, elektron bəyannamələrdə bunların hamısının hazırlaşdırılmasına daha çox önəm verirsə, yəni insan faktorunu azaltsa, bu zaman qaçaqmalçılığın qarşısını və ya ölkəyə qaçaqmalın girməsinin və həmin izlənməsinin təminə daha çox mümkün olar deyə düşünmüşük. Bizlər imkanı daha çox verilmiş olar. Son olaraq mən orada nəticələrə və təkliflərə gətirib çıxarmaq istəyirik ki, bütün bunlar hamısı əgər sənədindəki bütün məqamını göstərir ki, burada regional qiymət fərqləri arbitraj yaradırlar və həmçinin bunların texnoloji investisiyalar vasitəsilə və yaxud da qaçaqmalçılığın digər hər bir effektiv arbitraj yaradırlar və bütün bu hamısı məsələlərin də hamısı texnoloji vasitələr və yaxud da ki, müəyyən effektiv əmək haqqı və yaxud da digər qaçaqmalçılığın marjinal xərclərini artıraraq onu qeyri-rəqəmli etmək mümkündür. Bunun da əsas təklifləri və odur ki, qonşu ölkələrdəki aksiz dərəcələrinin harmonizasiyası, Beker modelinə uyğun çəkindirci cərimə sistemi və yaxud da blockchain əsaslı rəqəmsal izləmə sistemlərinin tətbiqini göstərə bilərik. Yeşil olaraq onu demək istəyir, qaçaqmalçılıq hüquqi problem olmaqla yanaşı çüşündə iqtisadi fayda dayanında bir fenomendir həmçinin. Və son olaraq da son bir cümlə ilə deməli mənbələrimizdən danışmaq istəyirik ki, mənbələr olaraq ən mühümdə dərsliklərdən danışırıq. Dərsliklərimiz haqqında deməli sizə həzr olunması versin.
Mənim mikroiqtisadiyyatın əsas dərsindən istifadə etmişik. Ondan sonra intermediate microeconomics dərsliyindən istifadə etmişik, Vanyanın. Approach dərsliyindən. Ondan sonra microeconomics Pinnick və Rubenfeldin dərsindən istifadə etmişik. Vergi, aksiz və həmçinin public finance dərsliyindən istifadə etmişik. Elmi məqalə olaraq da Becker'in Crime and Punishment and Economic Approach elmi məqaləsinin 1980-ci ildə əsasında elmi məqaləsindən Merriman'ın Understand, Measure and Common Tobacco Smuggling kimi modellərindən, qaçaqmalçılıq modellərindən World Bank 2010-cu ildəki EMS məqaləsindən istifadə etmişik və son olaraq da The Economics of Smoking, Handbook of Health Economics 2000-ci ildəki elmi məqaləsindən istifadə etmişik və yaxın təşkilatların da saytlarına müraciət etmişdik. Həmçinin World Health Organization and Tobacco Control Policy Report, also World Bank Tobacco Tax Reform Report 2017, OECD Consumption Tax Trends 2022 və OLAF EU Anti-Fraud Reports on Cigarette Smuggling həmçində. Azərbaycan məqalələri olaraq da Azərbaycan Fövqəladə Gömrük Komitəsi Təşəkkür. və vergi mədəlləri, sakt vergi sənəd məsələlərindən istifadə etmişik. Təşəkkür edirəm, təşəkkür edirəm. Təşəkkür edirəm. Sağ olun. Siz sağ olun.